Deməli, mən işə getməyəcəm. Necə oldu? Я на ветра... Yo, mən getməyəcəm işə. Getməyəcəm nə idi? Не paydu. Я не пойду на работу. Yox, hara? Kuda sualına cavab verir. Na rabotu. Düzdürmü? Mən axşama kimi işdəyəm. Я до вечера на Hı. İşte olacağım, yoksa işte... Mən axşama kimi işdəyəm və salam. Я до вечера на работе. Отлично, bəli. Deməli, əgər mən işə gedirəmsə, mən bunu necə deyəcəm? На работу. Tu. Aysa. Əgər mən işdəyəmsə, На работе. aysa. Bəs yaxşı, mən demək istəyirəm ki, mən işdən çıxmışam. Bunu necə deyəcəm? Mən çıxmışam işdən. Çıxmışam vışla deməkdir. Hələ keçməmişik, ona görə normaldır. Deməli, mən çıxmışam işdən. Я вышла с работы. S работы. С работы. Deməli, nəticədə necə oldu? Mən çıxmışam işdən. Я вышла с работы. Ay, s работы. Düzdürmü? Deməli, təzədən bir də təkrarlayaq, tam yadımızda qalması üçün. Mən işə gedirəm. Mən gedirəm işə. Я пойду на работу. Yox, mən gedirəm. Ya idu hara işə. Düzdürmü? Necə deyəcəm? Я иду Aha. в работу. Na. На работу. Где sualına cavab vermir. Harda yox, hara gedirəm. В Yox, na düzdür. Rabota sözünün şəkilçisini düzəlt, zəhmət olmasa. на работу. Tu. Ay, sağ ol. Gəl bir də təkrarlayaq. Deməli, mən gedirəm işə. Necə oldu? Я иду на работу. Na rabotu. Düzdürmü? Çünki hansı suala cavab verir? Куда? Kuda, yəni hara, istiqamətimi göstərirəm. Düzdürmü? Mən demək istəyirəm ki, mən işdəyəm. Və yaxud mən indi işdəyəm. Fərq eləmir. Necə deyəcəm? Я буду... Yox, mən işdəyəm. Всё. Yok. İşte. Harda. Hara sualının zarflarında s olurdu. Yox. Harasa qadı, hara kuda demək deyildi. Bu dəqiqə demişik. Mənə lazımdır harda. Где. Düzdürmü? Mən işdəyəm. Mən bunu necə deyəcəm? Ya Я сейчас с работы. na работе. Hara getdin çıxdın? Bəli. Mən indi işdəyəm. Nəticədə necə olur? Я сейчас на работе. Aysa. Mən işdən çıxmışam. Я вышла на работе. Yox. Nanın yerinə nə gətirirsən? В Yox, bu dəqiqə dedin. Hansı qoşma? S. Deməli, mən işdən çıxmışam. Я вышла с работы. Отлично. Работа. Təzədən bir də. Deməli, əgər mən işə gedirəmsə, bunu necə göstərəcəm? Я иду на работу. Na rabotu. Работу. Mən işdəyəmsə, hal-hazırda Onda da olacaq na работе. Отлично. Mən işdən çıxmışamsa, bunu nə ilə göstərəcəm? С работы. Umnitsa. İndi bunu özündə yazmısanmı? Gəl indi bunları yazaq bir-bir.